Dərsliklər dəyişmək bu qədər asandırmı? Bu gün dərslik dəyişdi, vəssalam, bütün hər şey yığışdırılsın deməklədirmi? Yox, yox. Bununla bağlı mən bir dəfə də bildirmişəm. Bu günlərin bizim müəllimlərimizin 30% sertifikasiya imtahanından kəsilirsə, hansı ki bu müəllimlər bu təhsili 11 il məktəbdə alıb, 4 il universitetdə alıb, bir 5 il, 10 ildə məktəbdə işləyir. Təxminən 20 ildən çoxdur bu mövzunu oxuyur. Amma sertifikasiya imtahanından kəsilirsə, yenidən bir kitab gətirsək, yeni dərslik gətirsək, tutaq ki, bu gün dəyişdi, Sinqapur modelinə keçmək istəyirik və yaxud da Cambridge kurikulumuna keçək və yaxud da Amerikan AP proqramına keçək və yaxud da o əsaslı kitablarımızı o əsaslı yeniləyək. O kitab dəyişəndə, o kitabdan tədris eləyən müəllim o kitabdakı mövzunu hansı müddətdə öyrənəcək? Yəni burada çox ciddi bir məsələ var. Yəni o 20 ildir öz oxuduğunu uşaqlara bir qism müəllim normal tədris edə bilmirsə, yeni kitabı necə tədris edə biləcək?